əslində bu hərbin bir taktikaları, hərbi vuruşun bir qaydaları var. Ümumiyyətlə, düşmən həmişə qorxaq olur. Çünki bayaqları qeyd etdim ki, biz müsəlman olaraq, nə yaxşı ki, müsəlman doğulduq. Amma söhbət nədən gedir? Bizim bir ən böyük uğur qazandığımız nailiyyət nədir? Şəhidlik. Bugün onlar, belə deyim, ifadəmə görə üzrəyim, leş olurlarsa, cəhənnəm əzabı ilə bunlar belə deyə vədələniblərsə və biz şəhid olub sonunda Allah dərgahına qovuşub Allah böyük bir bizə mükafat versə, bu bizim gözəlliyimizdir. Ümumiyyətlə, məsələyə toxundunuz, çox gözəl bu hərblə bağlı, eyni zamanda Azərbaycanın belə deyək, bu humanizm prinsipləri ki, siz təslim olun, biz sizə silah qaldırmayacaq, heç bir nəfəri öldürülməyəcək. Quran-ı Kərimdə bir ayə mənim çox diqqətimi zaman-zaman cəlb eləyir. Bi-əyyi zənbin qutilət, belə bir ayə var. Nəyə görə öldürüldü? Məsələn, suçu olmayan bir uşağı, Zəhra var idi, yadınızdadır. Bəli, aprel hadisələrində. Aprel hadisələrində Fidan balamız və eyni zamanda bu ailə, əslində Şəhriyar, bunların nə günahı var idi? Nə günahı var idi ki, bunlar bu qanuna qəltan oldular. Amma eyni zamanda bunu bilmək lazımdır ki, bizim insanlığımızın içində mərhəmət var, ruhsallıq var, igidlik var, cömərtlik var. Bu bizə xas olan, bizim bu mental dəyərlərimizə xas olan şey. Düşmən dediyimiz kimi qorxaqdır, ona görə onlar bir-birini vuracaqlar, fərari edəcəklər, qaçacaqlar. Çünki məqsəd və nailiyyət yoxdur. Bu günləri biz yenə də qeyd edirəm, torpağımız üçün, öz oturduğumuz bir halal torpağımızdan ötəri mücadilə edirik. Bizim başqa bir məqsədimiz yoxdur. Və burada Peyğəmbərin bir müharibə dönəmi, çünki Peyğəmbərin dövründə çoxlu müharibələr oldu. Peyğəmbər zaman-zaman müharibələrdə dedi, düşmənlə vuruşursunuzsa, kafirlə vuruşursunuzsa, onların ağacların məhv eləmin. Hətta əsir düşmüşlərə qarşı olan münasibət, yaralılara olan münasibət, hamilələrə qarşı, bəli, ondan sonra uşaqları öldürmün. Və bu bizim, belə deyək, Peyğəmbərdən gələn və bu bizim imanımızdan gələn. Amma onların heç bir imanı yox, dəyəri yox, məsləki yox, yurdu yox, yuvası yox. Onlar heç bir proqram əsasında işləmirlər. Amma bizim bugün ordumuzun proqramı var. Bir xalqın xalq kimi formalaşması, Zaur bəy, bilirsiniz nədən asılıdır? Bir ailə. O ailələr niyə degradasiya olur, məhv olur? Niyə ümumiyyətlə cəmiyyətlər dağılır? Ona görə ki, onun başında ağıllı və səbirli insan dayana bilmir. Bizim Ali Baş Komandan həm ağıllı, həm səbirli, 30 il səbir etdi. Nurəddin bəy çox gözəl qeyd elədi və bu günləri biz öz haqq səsimizi çağırır. Necə olur? Digər ölkələr, inkişaf etmiş ölkələr, ifadəmə görə üzr istəyirəm, bir pişiyi, bir heyvanı ölür, bütün dünyaya, bütün mətbuat, kütləvi informasiya vasitələr yazır ki, baxın, görün, insan haqları dağılıb, insanlar hara baxırlar, bir heyvan ölüb. Necə olur? 1988 Milli Azadlıq Hərəkatı, 90-cı il hadisələr, lap əvvəlki vaxtlara qayda 30 min Azərbaycanlının bu günləri şəhid olması bizim haqqımız aradan gedir. Amma niyə buna səs çıxardılmır bu inkişaf etmiş ölkələr? Amma mən elə düşünürəm ki, artıq bu günlər biz öz sözümüzü deyirik və deyəcəyik Allahın köməyi. Çünki bizim arxamızda Allah dayanır.